Körpücük sümüyü klavikula adlanır. Yuxarı ətrafın qurşaq hissəsinin sümüklərinə aiddir. Cüt sümüklərdəndir, isə bənzər quruluşa malikdir. Körpücük sümüyünün döş sümüyü ilə birləşən ucu döş ucu, extremitas sternalis, bayır tərəfdə çiyin çıxıntısı ilə birləşən ucu isə çiyin çıxıntısı ucu, extremitas acromialis adlanır. Körpücük sümüyünün yuxarı səthi hamar, aşağı səthi kələkötürdür. Onun kələkötür olmasına səbəb aşağı səthində bağların bağlanmasına məxsus qabarcıq və xətlərin həmçinin də basıqlığın olmasıdır. Məsələn, körpücük sümüyünün döş ucunun aşağı səthində qabırğa, körpücük bağı basıqlığı adlanan bir basıqlıq var. Basıqlıq latın dilində impressio adlanır. Ona görə də biz buna deyirik impressio ligamenti costa clavicularis. Bu bağın vasitəsilə körpücük sümüyü birinci qabırğaya birləşmiş olur. Bayır ucunda, yəni çiyin çıxıntısı ucunun aşağı səthində isə trapesiyə bənzər xət, linea trapezoideya və konusa bənzər qabarcıq tuberculum conoideum yerləşir. Bunlar da eyni adlı bağların bağlanmasına məxsusdur. Körpücük sümüyü də daxil olmaqla biz əksər sümüklərin üzərində qida dəliyi, foramen nutrisium görə bilirik. Bu müxtəlif yerlərdə ola bilər.